bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir. Bugün Azərbaycan sabit iqtisadi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik dövlətdir. Bu fikirləri Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi Caspian Oil and Gas, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgisi Caspian Power və 30-cu yubiley Baku Enerji Forumun açılış mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Azərbaycanın enerji layihələri sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Neft və qazın bizim ümumdaxili məhsulumuzda payı təqribən 30%-dən artıqdır. Azərbaycan geniş miqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ümumdaxili məhsulun 7%-dən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bugün yoxsulluq səviyyəsi 5%-ə bərabərdir. Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın enerji layihələri sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizi, Qara dəniz və Aralıq dənizlərini birləşdirən strateji boru kəmərlərini inşa etdik. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub qaz dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır. Enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir deyən dövlət başçısı bildirdi ki, biz hasilatı artırmaq niyyətindəyik. Bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır. Biz hasilatı artırmaq niyyətindəyik. Çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza əsasən getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir. Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə ötəriklərdən əsasən deyə bilərəm ki, 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpa edilmiş enerji gücünə malik olacağıq. Bu da bizim ümumi enerji istehsalımızın 35%-dən çoxunu təşkil edəcək. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycana gəldikdə biz təbii qazın hasilatının həcmini artırırıq. Çünki buna ehtiyacı olan ölkələr var və biz bu tələbatı ödəməliyik. Eyni zamanda biz tərəfdaşlarımızla birlikdə yaşıl enerji layihələrinə də yatırım edirik. 2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataq və əlavə yeni yataqlardan hasil ediləcəkdir. Yəni, bugün bura sərmayə qoymuş investorlar hasilatın həcmini artıracaqlar. Həmçinin imzalanmış yeni sazişlər və nəzərdə tutulan müqavilələr həmin potensialı təmin edəcəkdir. Sonra Prezident İlham Əliyev sərgi ilə də tanış oldu.